Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Selamun aleyküm əziz dəyərli müminlər. Xoş gördük sizləri. Gözəl, fəzilətli bir aydayıq. Ramazan ayında gəlib axır ləhzələrinə yetişmişik. Allah Teala bu ayın fəzilətindən, mərifətindən, əxlaqından bizi beynəsib eləməsin. Əzizlər, bildiyimiz kimi bu ay istiğfar, tövbə ayıdır. Bu ayda insanların günahları bağışlanar, istiğfarları qəbul olunar, çoxlu dualarımız, çoxlu müşküllərimiz, niyyətlərimiz var ki, onlar qəbul olunmur. Onların çarəsi istiğfar və tövbədədir. Çalışaq çoxlu istiğfar və tövbə edək. Hər ayda Allah Teala bizim üçün rəhmət qapıları açılmır. Amma bu ayda Allah Teala öz rəhmətini, məğfirətini açıb, istiğfar, tövbə qapılarını açıb ki, bəndə məndən münacat eləsin. Çünki Ramazan özü günahları yuyub aradan aparan ay və istiğfar ayıdır. Quran-ı Kərimdə Allah Teala tövbə haqqında çoxlu ayələr var. Bu gün sizin nəzərinizə bir ayə şərif deyərik inşallah ki, Ali İmran surəsinin 135-ci ayəsində Allah Teala buyurur. Bismillah. وَالَّذ۪ينَ اِذَا فَاحِشَةً اَوْ ظَلَمُوا أَنْفُسَهُمْ ذَكَرَ اللّٰهُ وَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللّٰهُ وَلَمْ يُصِرُّوا عَلَى مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ. O müttəqilər ki, o təqvalılar ki, Allahdan qorxanlar ki, bir günah iş gördükləri zaman, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb tövbə edərlər. Günahların bağışlanmasını Allahdan istəyərlər. Bu ki, hətta müttəqilər olsun belə, o şəxslər ki, öz nəfslərinə zülm edərlər, Allah qarşısında tövbə və istiğfar istəyərlər ki, onların günahları bağışlansın. Axı, günahları Allahdan başqa kim bağışlaya bilər əzizlər? Tövbə Allahın qapısındadır, rəhmət Allahın qapısındadır, bağışlanmaq onun qapısındadır. Başqa qapıya burada getməyə ehtiyac yoxdur. Biz fəqət Allahın rəhmət qapısına üz tutmalıyıq ki, Allah Teala bizim günahlarımızı bağışlasın və bizim tövbələrimizi qəbul etsin. Və onların etdiklərini bildikdə bir daha ora qayıtmazlar. Onlar gərək bu istiğfarla, bu işləri görməklə Allahın razılığını qazansınlar və bir də günah etməsinlər ki, əgər bir insan tövbə elədi, gərək özünü hər bir işdən qoruyub saxlasın. Tövbəni pozsan, Allahla istehza eləmirsən, Allahı qəzəbə gətirmirsən. Gərək tövbə eləyən, əstəğfirullaha, Rabbi və ətubu ilih deyərək, elədiyi bütün o çirkinliklərdən özünü təmizləyərək paşlığa doğru özünü gətirsin. İmam Sadiq əleyhissalam buyurur, bir bəndə xalis tövbə edən zaman Allah onu sevir və onun günahlarını bağışlayır. Bir bəndə ki, xalis tövbə eləyə, Allahla razı niyazını möhkəmləndirə, yaxşı istiğfar eləyə, yaxşı bağışlanmaq diləyə, Allah o bəndəni özünə sevər və onun günahlarını örtər. Ravi soruşdu ki, İmam Cəfər-i Sadiqdən ki, Allah Teala necə səttardır, necə bizim evlərimizi örtər? Necə ki, biz dualarda oxuruq ki, ya səttarəl uyub, ey evləri örtən Allah. Bizim evlərimizi örtkinən, o evlər ki, sənlə bizim aramızdadır. Qiyamət günü onları faş etmə. Qəbr evində onları faş etmə. Onları faş etsən biz biyabır olarıq. Bu cür Allahla razı niyaz eləyəndə Allah Teala buyurur ki, mən səttaram. Səttar budur ki, mən sizin günahlarınızı örtənəm. İnsanın əməllərini yazan mələklər tövbə edənin günahlarını unutar. O ki, Allah Teala bilsin, mələklər qərar verib ki, bizim əməllərimizi yazsınlar. Allah Teala ilə istiğfar eləyəndə, tövbə eləyəndə o mələklər bizim günahlarımızı unudarlar, yazmazlar. Allah günahkarın bədəninə günah etdiyi yerə əmr edər ki, onun günahını gizlətsin. Əlimizlə, ayağımızla, dilimizlə, gözlərimizlə, qulaqlarımızla, ayaqlarımızla, əllərimizlə, hər nə vəclə ki, günah etmişik, Allah əmr edər ki, həmən üzvə ki, bunun günahını sil, aradan apar. Çünki bu istiğfar və tövbəni seçib mənim qabağıma gəlmişdir. Allahın huzuruna gedəndə onun günah etməsinə heç bir şahidi olmasın. Allah Teala bu işi görməklə bizə zinət verir ki, biz öz istiğfarlarımızı Allah qarşısında nə eləyək? Çoxaldaq. İmam Əli əleyhissalam buyurur ki, "Əcibtu limən yəqnutu və ma'hul istiğfar."
Təəccüb edirəm o kəsə ki, istiğfar etmək mümkün olduğu halda Allah rəhmətindən naimiddir. Allah bilsin istiğfar qapısını açıb, amma bəndə naimiddir. Görürsən, Allah məni bağışlayar, bağışlamaz. Şəkkiyatda qalıb. Şeytan o yandan ona vəsvəsə edir. Amma bunu ki, acibtu limən, mən təəccüb edirəm o kəsə ki, istiğfar etmək mümkündür. Dili var, Allahla razı niyazı var, amma naümid olub oturub ki, görəsən Allah məni bağışlayar, ya bağışlamaz. Amma bu ay əzizlər rəhmət ayıdır. İstiğfar ayıdır ki, hər an Allahla tövbə ilə danışsaq, günahlarımızı silib aparmaq lazım oldu. Allah qarşıda çoxlu istiğfar edək ki, günahlarımız bağışlanıb aradan geçsin. Allahdan dua edək, bizi həqiqi tövbə əhlindən qərar versin. Allahdan dua edək ki, bizi Ali Muhammeddən ayrı salmasın. Mevlamız İmam Zaman ağanın zuhurunu təcil qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.